Eramızdan əvvəl 4-cü əsrdə Demokrit kainatda hər şeyin bir növrəsində atomun dayandığını deyirdi. Atom Yunanca atomos bölünməz sözündən yaranmışdır. Onun dediyinə görə atomlar bölünmürdü. Amma Aristotel Demokritin fikirləri ilə razılaşmadı. Onun iddiasına görə atom deyə bir şey yox idi və kainatın yaranmasında hava, od, su və torpaq əsas rol oynayırdı. Və bəzi mədəniyyətlərdə bu 4 elementin yanına taxta da əlavə edilirdi. Ve son elementimiz. Tahta. Yok hava. Demin biri hava dedi. Hava. Tahta yok. Götünüzden element uydurmayın. Tahta yok. Bu mübahisəli fikirlər 18-ci əsrə qədər davam etdi. 18-ci əsrdə İngilis kimyagəri John Dalton atomun kürə şəklində olduğunu və bölünmədiyini deyirdi. Daltona görə fərqli maddələrin atomları da fərqli idi və bir maddənin bütün atomları eyni idi. 19-cu əsrdə Nobel mükafatçısı Marie Curie atomun bölündüyünü və bölündüyü hissəciklərin də bölünə biləcəyini deyirdi. O həm də atomun radioaktivliyinin olduğunu deyən ilk kimyaçı idi. Marie ilə yanaşı Thomson adlı kimyaçı da atomun quruluşu ilə yaxından maraqlanırdı və o, atomun nüvəsində protonların və ətrafında fırlanan elektronların olduğunu, protonların müsbət, elektronların isə mənfi yüklü olduğunu meydana çıxardı. Amma o heç vaxt bir şey aydınlaşdıra bilmədi. Necə olurdu ki, bu protonlar və elektronlar bir-birləri ilə toqquşmurdu. 20-ci əsrdə Nobel mükafatçısı Ernest Rutherford atomun nüvəsinin kürə şəklində olmadığı iddiasını irəli sürdü. Əslində atom bir boşluqdan ibarət idi. Şəkillərdə gördüyümüz kimi atom kürə formasında deyildi. Thomsonun tədqiqatlarını davam etdirərək o nüvənin açıq fəzada bir boşluqdan ibarət olduğu iddiasını irəli sürdü. Rutherfordla eyni illərdə yaşamış müasir fizikanın banilərindən olan Niels Bohr isə müasir atom modelinə uyğun ilk atom modelini təqdim etdi. Amma proton və elektronların niyə toqquşmaması sualına da açıqlama gətirə bilmədi. Bu haqda ilk açıqlamanı isə 1920-ci illərdə Rutherfordun tələbəsi olan James Chadwick verdi. Onun dediyinə əsasən atomun nüvəsində protonlarla yanaşı onlarla eyni miqdarda olan neytronlar da vardı və bu neytronlar elektronları müəyyən tarazlıqda və məsafədə saxlayırdı. Atomun boşluqdan ibarət olduğunu əsaslansaq, maddələr də bir növ boşluqdan ibarətdir və gördüyümüz, toxunduğumuz bir şeylər əslində illüziyadan ibarətdir. Maraqlıdır. Necə olur ki, boşluqdan ibarət gözlə görünməyən atomlar görünə bilən maddələri yaradır. 1930-cu illərdə artıq atomun bütün potensialı elm dünyasına məlum idi. Bu atomun parçalandığı zaman güclü enerji yarada bilməsi insanoğlunun atomu silahda istifadə etməsinə gətirib çıxardı və bu silahın 2-ci Dünya müharibəsindən bildiyimiz kimi bəşər tarixinin ən qorxulu kəşfi olduğunu gördük. 1950-ci illərdən etibarən atomun enerjisindən istifadə edilməsi üçün atom elektrik stansiyaları yaradıldı. Atomun quruluşuna baxsaq, bütün gördüyümüz hər şeydə atomların quruluşu eynidir. Bütün atomların nüvəsində müsbət yüklü protonlar, yüksüz neytronlar və ətrafında fırlanan mənfi yüklü elektronlar vardır. Lakin elementləri bir-birindən fərqləndirən cəhəti onların atomunda protonların və elektronların sayının fərqli olmasıdır. Məsələn, hidrogen atomunda bir proton və ətrafında fırlanan bir elektron vardır. Lakin biz hidrogen atomunun çəkilmiş real görüntüsünə baxsaq, çoxlu sayda elektron olduğunu zənn edərik. Əslində isə bu, bir elektronun hərəkət dəyişkənliyidir. Yeri gəlmişkən, atomu biz bu cür təsəvvür etsək də, əslində atomun real görüntüsü bu cürdür. Atomun nüvəsində 235 proton, 235 neytron və ətrafında da 235 dənə elektron yerləşdirsək, uran atomunu əldə etmiş olacaq. Və ya nüvəyə 16 proton, 16 neytron, 16 elektron yerləşdirsək, kükürt atomunu yaratmış olarıq. Atom enerjisini əldə etmək üçün onu parçalamaq lazımdır. Əgər atom nüvəsindəki protonları, neytronları ayırmağa çalışsaq, onlar yüksək cazibə ilə yenə nüvəyə doğru birləşəcəklər. Maraqlı olan da bu qədər kiçik bir atomun içərisində bu qədər gücün haradan yaranmasıdır. Atom parçalanması zamanı nüvəyə bir neytron göndərilir. Bu zaman nüvədə protonların və neytronların sayında tarazlıq pozulur və nüvə bu tarazlığı bərpa etmək üçün kiçik hissələrə ayrılaraq ətrafa enerji yayır. Bölünə bilən atomlara xaricdən insan müdaxiləsi olmasa təhlükəsizdir. Atomların parçalanmasına onun radioaktivliyi deyilir. Bayaq dediyimiz kimi, nüvəyə göndərilən neytron səbəbindən atom parçalanır və həmin parçaların neytronları da digər atomlara daxil olaraq zəncirvari parçalanma reaksiyası əmələ gətirir. Zəncirvari reaksiyadan enerji əldə edilməsində bu atom bombası istehsalında istifadə olunur. Parçalanan atomların neytronlarını nəzarətdə saxlasaq,
Bu prosesi də nəzarət altında saxlamış olarıq. Atom elektrik stansiyalarında parçalanma sonunda artıq qalan neytronları təmizləmək üçün xüsusi süngər aparatlar vardır. Təbiətdə insan müdaxiləsi olmadan heç bir maddədə parçalanma gedə bilməz. İstisna olaraq bəzi atomlar insan müdaxiləsi olmadan parçalana bilər. Parçalanma zamanı yüksək dərəcədə radiasiya meydana gəlir və bu radiasiya canlı həyatı üçün təhlükəlidir. Buna misal olaraq 1945-ci ildə Xirosima və Nagasakiyə atılan atom bombasını və 1986-cı ildə Ukraynanın Çernobıl əyalətində atom elektrik stansiyasında baş verən partlayışı göstərmək olar. Bu partlayışdan sonra şəhərə yayılan radiasiya nəticəsində insanlarda mutasiya baş verdi və insanlar ömürlük şikəst qaldı. İndiyə qədər Çernobıl tərk edilmiş şəhər olaraq qalır. Digər bir reaksiya isə atom birləşdirilməsi reaksiyası adlanır və bu zaman iki atom birləşdirilir, daha ağır nüvə meydana çıxır və bu prosesdə yaranan yüksək miqdarda enerjidən istifadə olunur. Günəşdə olan partlayışlarda atomların birləşməsi səbəbilə meydana gəlir. İki hidrogen atomunun birləşdirilməsi üçün onların 100 milyon dərəcədə isinməsi lazımdır və digər atomlar da bu üsulla birləşir və partlayışlar meydana gəlir. Eyni üsuldan istifadə edərək insanoğlu milyonlarla həyatı məhv etmək üçün ən az atom bombası qədər təhlükəli olan hidrogen bombasını yaradır. 1968-ci illərdə atomun ən kiçik hissələrinin proton, elektron və neytronlar olmadığı, onların da tərkibində daha kiçik elementlərin, kvarkların olduğu məlum oldu. Kvarklarla yanaşı leptonlar və neytrinlər də atomun ən kiçik atomaltı hissəcikləridir. Hərdən bizim kainatın da bir atomun daxil olduğu fikrinə düşürəm. Təsəvvür edin ki, Günəş bu atomun nüvəsi və planetlər də bu nüvənin elektronlarıdır. Və biz də hansısa canlının orqanizmindəyik. Qəribədir, elə deyilmi? Digər maraqlı videoları izləmək